Bunları qudurdan təkcə Tural Sadıqlı deyil də. Oradan Qabil Məmmədov var, oradan Məhəmməd Mirzəli var. Məhəmməd Mirzəli var. Son vaxtlar o sakitləşib biraz nəyə görəsə bilmirəm. Sonra bir Elşad var, soyadını bilmirəm, bir yaramazın biri Məmmədov var. Ən yaramaz, ən aşağı səviyyəlisi. Ən cındırı odur. Yəni artıq bir var ki, kəşfiyyatda işləyəsən, ölkənə dönüklük eləyəsən, xəyanət eləyəsən. Bir də var ki, ayrı-ayrı insanları düşmən qazanırsan. O artıq mənim nəslimin kökünün düşmənidir. Sizin kimi onlarla, yüzlərlə adam. Mənim kimi onlarla, yüzlərlə adam. Bəli. Və bunlar hamısı elə bilir ki, bunlar cəzasız qalacaqlar. Qalmayacaq. Başa düşünürlər ki, artıq məsələ həll olub. Bəli, qalmayacaq. Bunu mən deyirəm sizə. Çox yaxın zamanda, 26-cı il zərfində bu adamlar buraya gətiriləcək. Hələ ki, mən 4-ünü bilirəm. Bu adamlar, bunların talihi həll olub. Tural bəy, dünyanın, bizim planetin ən güclü simalarından biri Ruben Vardanyandır. Bəli. 6 milyard dollar sərmayəsi var. Rusiya kimi də bir nəhəng dövlət onu qoruyurdu. Bir dövlətin Güney Qafqazdakı 3-cü bloke lideri, Ermənistan lideri olacaq. Bəli, bəli. Paşinyan alternativini boyunduruq elədi, zəncirlədi, başından bastı, gətirdi Bakıya. Bu həmin liderdir. Vardanyanı, Arayiki, nə bilim, digərlərini bura gətirən liderdir. Elşad kimdir ki, haranın qoduğudur? Sadəcə olaraq dövlət baba indiyə qədər bunlar ciddi məşğul olmuyor. Yox, axı gündəmdə başqa məsələlər. Vardanyanın məhkəməsi var, Arayikin məhkəməsi var. Rusiya ilə münasibətlər var, təyyarə. Bu kimdir bunlar ki? Söyüşdən başqa, bilirsiniz, beni götürəndə Azərbaycan və Türk xarakterimiz olmasaydı, adam da dilinə vurur. Başqa orqanlarının bir fəaliyyəti yoxdur, hər şey dilindədir. Bu psixologlarda, mənim həkim dostlarım deyirlər ki, bunların bu söyüş söyənlərin ciddi problemləri var. Yoxsa bir kişi götürəsən, bir adam ki, onun arvadı da var, indi bilmərəm, əvvəl uşaqları var idi, indi yanındadır mı, ayrılıb, heç maraqlanmıram. Digərləri də davamlı söyüş söyürsə, efirdən və bu söyüşü məsələn aparıb biz ailəmizin digərlərinin yanında bunu eşitdirmək olmur. Heç kim onlara ailə yanında qulaq asmır, ayıbdır deyə. Bəli. Qulaq asandan heç bir ailə yanında qulaq asmır, bu qədər yəni aşağıdalar. Ağzımı tikdim ki, bəlkə prezident mən yetim oğlanın səsini eşidə. Səsimi eşitmədi, ağzımı tikdim ki, bəlkə elə eşidə. Yəni bunun da faydası olmalı. Mən 800 gün ağzı bağlı qaldım, 3 körpə övladım yanımda. Məni bir qapımı bir uçaskov və həkim olsun belə açıb döymədi ki, bu Azərbaycanlı övladıdır. 4 il qulluq eləyib, yetim oğlandır, 3 uşağı var, bəlkə bu öləcək orada, iyilənəcək orada. Bir nəfər mənə nə uçaskovu maraqlanıb, nə həkim maraqlanıb. Rəşad Məmmədov Avesta şirkətinə 355 min manat ödəyərək 2 mənzil alıb. Nəsim rayon məhkəməsinin qərarı ilə şirkətlə sahibkar arasında alqı-satqı müqaviləsi ləğv olunub. Ödədiyi pulu ala bilməyən Rəşad Məmmədov mayın 27-sində qohumları ilə birlikdə prezident administrasiyasına yollanıb. Mənə ölüm hədələrini dedim, məhkəmələrin sifarişli qərarlar çıxartmağını dedim. Xuraman Məhərrəmli mənim qanuni sənədlərimi görüb, bu 1 kiloqram alma alveri deyil deyən Xuraman xanım, apellyasiyanın hakimi, sonradan tapşırıq vasitəsilə mənim sənədlərimin ləğv eləməyindən dedim. General Kamran Əliyevin qəbulunda olmağından dedim, hansı ki məni haqlı sayıb, korrupsiyaya qarşı bir nömrəli adam. Lakin Hacı İbrahim və onun bu əməllərindən bir məhəl qoya bilmədiklərini dedim. Yaşayacam burada bazar günüdür. Səhər prezident gələndə qoy məruzə eləsinlər ki, prezidentə vətəndaşın bu vəziyyətdədir. Qoy ölkə başçısı baxsın ki, bunun vətəndaşlarını nə günə salıblar. Bunlar qalıb, Leyla Yunusu həbs edirlər. Ar olsun sizə, Leyla Yunus azadlıq. Hacı İbrahim bu yetimləri pulu qaytarsın. Belə şey olar. Ona qədər mübarizəmi aparacaq. Azərbaycanda axıra kimi də haqqımı bərpa eləyəcəm inşallah. Sağ ol. Biz burada qalacağıq, yəni biləsiniz. Əgər polis təzyiqi olmasa,
Yəni Hacı İbrahim polisə, prokurora əmr eləyən adamdır. Mən bu gecə burada uşaqlarımla, övladlarımla burada gecələyəcəm. Evimizi istəyir. Nə? Evimizi. Nə olub evdə? Gəl görüm. Əlimizdən alırlar. Gəl bura görüm. Gözdən qalan alır. Gözlüyün görüm. Boşa. Telefonu niyə alır? Telefonu niyə alır? Telefonu niyə alır? Mən burada qalacam. Tatil vermə. Mən aldırım mən eşin eləyəm. Boşaldı bura. Sən uşaqların yaxşı yerdə yaşamalıdır. Nerede bak? Nədə mən baxıram? Nerede bak? Nədə mən baxıram? Mən axıban yığmısız bolada. Boşalt buranı deyirəm. Şuranı boşalt. Ya kuş oldu. Boşalt buranı. Götür apar dedim. Bu yox, hep bu nədir? Aparım burada dedim. Bırak buranı. Bırak bunu. Uşaqların ahı tutacaq hamı. Ya, mən burada qalım. Boşaltmaqda qarşı çıxmırıq. Haqqımı istəyirəm. Haqqımızı istəyirəm. Döşəyi mən gətirmişəm, onu mən götürürəm. Onun mənim əmlakimdir. Hacı İbrahim döyürsün ki, onun əlimdən alır. Mən özgəyəm, evinizdə, işinizdə yatırsınız. Evimi əlimdən alırlar. 21-ci əsrdə demokratik ölkə, müsəlman ölkəsində Hacı evimi əlimdən alır. Daxili İşlər Naziri susur, baş prokuror susur, korrupsiyanın generalı susur, məhkəmələr də sifariş yerinə gəlir. Hadi.